Ha, sen Aha, demək çəltikçilikdən danışdıq. Bax, diqqətli olmasan, imtahanda çəltik haqqında tez-tez bizə suallar düşür. Deməli, çəltikçilik bilməlisən ki, isti və rütubət sevər, əmək tutumlu bir bitkidir. Çəltikçilik deyəcəksən ki, necə ərazilərdə olur? İsti və rütubətli Trelli. ərazilərdə. Aha, Qara isti torpaqlarda və yayılmışlar. Hı rütubətli hı. ərazilərdə olur. Bir də əmək tutumludur. Hı hı. Yaxşımı? Əmək tutumlu. Aha. Əmək tutumludur. Deməli, burada bizə nə düşüb? Deyir ki, Sakit Okeanın sahillərində yerləşən ərazilərdədir. Bu doğru ifadədir. Deməli, çəltikçilik desələr hardadır? Deyəcəksən ki, Sakit Okeanın sahilində yerləşən ərazilərdədir. Yəni, qeyd edəcəksən ki, Hı Çində, hı. daha sonra, məsəl üçün, Yaponiya, kitabımızda da yazdı bu. Çin, Hı hı. Yaponiya, daha sonra qeyd edəcəksən ki, Kore ərazisində, Vyetnam ərazisində, yəni Sakit Okean sahil olan ərazilərimiz var da bizim. Çinimizi Aha. tanıyırsan, Çin, Koreya, Yaponiya, daha sonra Vyetnam. Yəni ki, bu Sakit Okean sahil ərazilərində var çəltikçilik. İsti və rütubətli ərazilərdədir. Bu da doğrudur. Bəli. Deyəcəksən ki, isti və rütubətli ərazilərdə musson rejimli ərazilərdədir bir də. Musson. Yaxşımı? Bəli. Əlverci Rusca yazmadım. Ay. Yəni, deyəcəksən ki, çəltik əmək tumlu olur. Əsasən çəltik deyəcəksən ki, Çin, Koreya, Yaponiya, daha sonra Vyetnam ərazisində var. Musson zonlarında becərəli Rusiyanın və əmək tumludur. İsti və rütubətli ərazisi olur. Üçüncüdə deyir Aha. ki, çayları əsasən yeraltı sularla qidalanır, səhvdir. Musson rejimi deyirsə, demək yağış suları olmalıdır. Yağış suları ilə qidalanır. Aha. İsti və rütubətli yağış suları ilə. Aha, yağış suları ilə qidalanır. Daha sonra qara torpaqlarda yayılmışdır deyir, səhvdir. Qeyd edəcəksən ki, qırmızı və sarı torpaqlarda yayılıb. Hı Qırmızı və sarı torpaq. hı. Dünyanın immiqrasiya regionlarıdır. Deməli, yadında saxla, immiqrasiya getmək, ölkədən gedən deməkdir. Ölkədən gedən. İmmiqrasiya nədir? Ölkədən gedən. Aha, immiqrasiya gedən, Hı hı. emiqrasiya gələn deməkdir. Yəni, Hı hı. bu ölkələr, yadında saxla ki, bu ölkələr, yəni immiqrasiya regionudur. Yəni, bura əhali gəlir, əhali getmir. Aha. İqlimdən Musson malik. ərazidə Aha, iqlim malik olur. Musson düzdür. iqlimində yetişir. Bəli. Deməli, çəltikçilik haqqında danışacaqsan ki, çəltikçilik areqlimə belə deyim də, çox tələbkardır. Areqlim bilsən də isti deməkdir. İsti, rütubətli ərazilər areqlim ehtiyatının zəngin olduğu ərazilərdir. Areqlim ehtiyatı zəngindir dedikdə, hansı ərazilərdə deyəcəksən ki, isti və rütubətli ərazilərdə areqlim ehtiyatı zəngindir. Kənd təsərrüfatı üçün əlverişli olan iqlim deməkdir, aqroiqlim. Deməli, dedik ki, əsasən şərqi, cənub-şərqi və Cənubi Asiyada istehsal olunur. Deməli, biz dedik ki, e, isti və rütubətli ərazilərdə oldu, musson rejimli ərazilərdə oldu, əmək tumu dedik, yağış suları ilə qidalanır, torpaqları qırmızı, sarı rəngdə olur. Cavabımız olacaq 1-də 1, 2 və 6. 6. Aydındır. Bəli, bəli, aydındır. Aha. Gəldi ikinci sualımıza baxaq. Deyir, doğru sıranı müəyyən edin. Birinci bilməliyik ki, sənaye sahələri yazılıb, mineral ehtiyatlar yazılıb, bir də hasil olduğu ölkələr yazılıb. Düzdürmü? Bəli. Hı. İndi burada nəyə diqqət yetirməliyik? Deməli, deyir ki, dəmir filizi metallurgiya sahəsi neçə yerə bölünür? Metallurgiya sahəsi neçə yerə bölünür? Hı. İçməmişəm yox. Aha, bax deyirəm. Diqqətlə qulaq as. Bax, metallurgiya nədir? Metallurgiya filizin hasilatı, saflaşdırılması, emalı, yəni müxtəlif istehsal ilə bağlı olan sənaye sahəsi metallurgiya iki yerə bölünür.
Bir qara metallurgiya var, bir də əlvan metallurgiya. Yaxşımı? Qara Hı hı. metallurgiya nələrə aiddir? Dəmir filizləri, manqan, krom, bunları sən nə edə bilərsən? Qara metallurgiya. Məsələn, dəmir Evet. filizinə yazıb ki, qara metallurgiyadır. Bəli, doğrudur. Heç bir səhv yoxdur. Dəmir filizinin işarəsini tanıyırsan da, bərabər yanlı üç bucaq idi, içi qara. Aha, bəli. Aha. İndi Hı. gəldik bizdən nə deyir? Deyir ki, dəmir filiz Braziliya və Kanada ərazisində var. Düzdür. Dəmir filizin başlıca istehsalçıları kimlərdir? Deyəcəksən ki, Braziliya və Kanada doğru ifadədir. Yanlış deyil. Bir tamamilə doğrudur. Yaxşımı? Bəli. Gəldi ikinciyə baxıram. Neft. Neftin Doğru. işarəsini də tanıyırsan. Bax burada gördüyünüz işarə var ya bu neft ikincidə görsənmi? Bu neftin işarəsidir. Neft yanacaq energetika yazılıb. Doğrudur. Neft bilirsən ki, yanacaq energetika sahəsinə aiddir. Burada heç bir səhv yoxdur. Amma biz burada nəyə diqqət yetirməliyik? Məsələn, yazıb ki, neft Niderland və Almaniya ərazisində var. Bu nədir? Yanlışdır. Yaxşımı? Aha, bəs hansı ərazidə olur? Aha, Neftin deməli yeri. mən sənə indi izahım verəcəm. Bax, yadında saxla ki, neft yox, burada. Neft əsasən qeyd edəcəksən ki, var harda? Məsələn, yaxın və orta şərqdə, İran körfəzinin hövzəsində, ərəb ölkələrində, məsələn, İranda, İraqda, daha sonra MDB ölkələrimiz var ya, Rusiya, Türkmənistan, Qazaxıstan, Azərbaycan ərazisində, məsəl üçün Afrikada Misir, Nigeriya, sonra Qvinea sahilində Liviya, Əlcəzair, e, Nigeriyanın, Qabonun adını çəkə bilərik. Meksikada, ABŞ-da, Venesuelada, Indoneziyada, Çində deyəcəksən ki, əsasən neft ehtiyatları ilə zəngindir. Amma burada qeyd olunan Niderlandla Almaniya var, ha. Niderland yadında saxla ki, qaz var. Niderlandda əsasən qaz var. Yaxşı? Hı hı. Bəli. Mhm. Deməli, qeyd edəcəksən ki, Niderlandda təbii qaz var, amma Almaniyada yoxdur. Demək, Hı iki hı. nədir? Səhvdir. Yaxşımı? Aha, Niderlandda Aha, ancaq nə var? Gəlsin. Niderlandda bəli, deyirsən ki, təbii qaz var. Özdə hardan çıxarır qazı? Niderland, Şimal dənizindən tanıyırsan da Şimal dənizimizi. Bax bura. Şimal dənizindən təbii qaz çıxarır. Şimal dənizi görmürəm. Aha, Şimal dənizindən təbii qaz çıxarır. Almaniyada daş kömür ehtiyatı var. Məsələn, yanacaq kimi qeyd edə bilərik. Keçək üçüncü Hı. sualımıza. Daş kömür işarəsini tanıyırsanmı? Aa, o da mən üçbucaqdır da deyəsən səhvlərmirsə. Daş, Yoxsa yox. daş kömürümüzün işarəsi. Faydalı qazıntıları yaxşı təkrarla. Prosta mən indi burada düşməsə belə mən sual cavab edirəm ki, daş Hı. kömür necə idi? Qara belə deyim də, gözlə sənə göstərim. Qara dördbucaq idi də. Dördbucaqdır. Hə, hə, Aha, dördbucaqdır. görsənmi? Adamın hə, daş kömür, Aha. dördbucaq. İndi daş kömürə yazıb yanacaq energetika. Bəli, bu doğrudur. Burada heç bir səhvlik yoxdur yanacaq energetika hissəsinə. Daha sonra daş kömürə yazıb ki, Car və Rusiya ərazisindədir. Hı hı. Car və Var da Rusiya orada. ərazisindədir. Hə, Bəli. elə Deyəcəksən Ukrayna. ki, aha, daş kömür harda var? Carda Düzdür mən bu. və Rusiyada var. Mən Cənubi Amerika nəyə Afrika Respublikasıdır bu cəhət Ay sağ düzdür? ol. Bəli, Car Cənubi Afrika Respublikasıdır. Afrikada yeganə inkişaf etmiş ölkə Cənubi Afrika Respublikasıdır. Qalanı inkişaf etməyib. Yəni Hı kömür hı. ehtiyatına görə ABŞ birincidir. İllik hasilata isə Çin birincidir. Yəni Hı hı. deyəcəksən ki, ABŞ-da, CAR-da, Avstraliyada kömür açıq usulla çıxarılır. Yəni ucuz başa gəlir. Hə. Aha, yəni ki, Car və Rusiyada qeyd edəcəksən ki, var. Məsəl üçün, qeyd edəcək ki, Rusiyada hansı daş kömür yataqlarımız var? Peçoranı qeyd edə bilərsən, Kuzbası qeyd edə bilərsən, daha sonra Tungusu, Lenanı, İriktusu qeyd edə bilərsən. Buna əlavə dedik ki, Carın ərazisində də var. Yəni doğrudur. Burada heç bir səhvlik yoxdur. 4-ə baxırsan, boksit. Bilirsən də alüminium filizlərinin tərkib hissəsini təşkil edən ehtiyatlar hansılar idi? Boksit, alüminium, Boksit, bir də nifelin. alüminium. Aha. Alüminium Nə var? işarəsini Baxın tanıyırsan da çıxarmadı.
Düzdür. Axırıncı nefis. Boksit, alinit, nifelin. Nefelin. Hə, nifelin. N-E-F-lin. Aha. Hemen bu. Üç Boksit, alinit, başka. nifelin. Bəli. Dördbucaqlı içərisində dairə var. Deyir ki, əlavə metodologiyadır. Nə deyəcəksən? Boksit, alüminium. Deyəcəksən ki, doğrudur. Burada heç bir səhv yoxdur. Avstraliya və Yamayka ərazisində var. Doğrudur. Avstraliya və Yamayka ərazisində var. 5-ə Hı hı. baxıram. Mis. Mis qara metodologiya deyil. Yadında saxla. Mis əlavə metodologiyadır. Hı hı. Mis Onda da hansıdır? səhv. Bəli, o da səhvdir. Misin. Deyəcəksən ki, bəli, mis əlavə metodologiyadır. Braziliya Çil yazıb. Hə. Misin və müşərrəsi nə idi? Misin işarəsi belə deyim də düzbucaq idi. İçi qara düzbucaq. Hə. Gözlə görün burada var. Hə, gördünmü burada? Aha, Ha, bəli, bəli. mis Braziliyada yoxdur, amma Çildə var. Birinci mis qurşağımız harda yerləşir? Çilidə, Çukamata Anladım. yatağında. Aha, amma Braziliyada yoxdur, hə? Aha, bəli, Braziliyada yoxdur. Yaxşı. Hı hı. Alüminium sənayesində bildin ki, o da əlavə metodologiyadır. Alüminiumda dedik ki, əsasən harda var? Avstraliya, Yamayka. Hı hı. Almanya, Avstraliya. Hı -hı. Avstraliya, Və Yamayka. Yamayka. Bəli. Hı hı. Mis də dedik ki, Çilidə əsasən. Mis ehtiyatına görə Çili dünyada birinci yer tutur. Yəni Çilidə əsasən Ant-Mis qurşağının yerləşir. Və Hı. açıq üsulla çıxarılır bax bu mis. Çilidə, Çukumata yatağında. Açıq Demək, sulla deyəndə Çukukama açıq üsulla çıxarılır. Məsəl üçün belə deyim də, bəzi üsullar var ki, məsələn şaxta üsulla var, açıq üsulla var. Açıq üsulla çıxarma daha ucuz başa gəlir. Daha sərfəlidir. Demək, 2-də bizim cavabımız nə olacaq? deməli burada müəllimə D variantı götürülür. gəlir də. Aha. Yuxarını görmür. Bir dəqiqə bax. 1, Aha. 3, 1, 4. 3, 1, 4. Ay sağ ol. Birinci, üçüncü sual bax. Bu nəyin işarəsidir? Bu müəllim şey polimetaldır. Polimetal filizin işarəsidir. Düzdür. İkinci nəyin işarəsidir? İkinci mənim neftdir. Neft. Üçüncü, Hmm, bu seolit, simentə oxşayır. seolit Seolit. gil. Aha, 4. Dördü Molibden. bilmədim. Molibden. Molibden. Hı Aha. hı. Deməli, polimetal, bəli, 1-ə gedəcək 2. Polimetal yataqlarımız hardaydı bizim? Hansı yer? Zaqatalada. Aha, Zakatala, düzdür. Zakatala Balakənarəsində daha sonra. Hı -hı. Başqa Şey hansı? deməm. Zaqatala. Zakatala Şurada. Balakəndə düz dedin. Filiz çay, Katix çay, Kastağ, Mazlum çay hövzəsində var idi. Bir də Hı hı. hardaydı? Gümüşlüdə, Yeməşildə var idi. Ha. Mehmaniye Mehmanə yatağı. bəli. Deməli, polimetal filizlərimiz dedik ki, Zaqatala Balakənarəsində Filiz çay, Katix çay, Kastağ, Mazlum çay, Şərurda, Gümüşlü yatağında, Ağdərədə isə Mehmaniye yatağında var idi. Deməli, birə Hı. gedəcək polimetal və Zaqatala. Düzdür? Məmnun bir C 1, olacaq. 2, C. Ayda nə qarışıq şey. Hı. Bir, iki, C. Aha, ikincimiz nədir bəs? Neftimiz. Neft harda olacaq təbii ki? Siyəzəndə. Bir, iki C'dir. Yəni 2, 1 B olacaq da. Aha, bəli. Siyəzəndə quruda olan neft yatağımızdır. Bəli, 2, bəli. 1, B. Bir. Aha, Üçü də üçüncümüz nədir verir. bəs? Oldu. Üçü də verir. Seolit. Dördə. Seolitgil. Aha. Ağda Söyle. yatağındaydı, Tovuzda. Aha. Deməli, Ağdağdaydı, bəli, bəli. 3, 4, Evet. D. 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 Tovuz. Bəli. Aha. D. Dördüncü isə Dörtdə. 4, 3, A. bəli, 4. molibden filizi Hı hı. deyəcəksən ki 4, Oldu 3, basılı. A. Bəli, Ordubadda Parağaçay, Dixaçay hövzəsindədir. Deməli, 3-də cavabımız nə olacaq bizim?
G, B bəndi dedi. Necə bəndə? Üçdə alacağımız bəlcə bəndi. Ha, bəlcə bəndə. Geçək digər sualımıza baxaq. Bu hansı fiziki coğrafi rayondur? Hansı iqtisadi rayondur belə? Burada. Bilmirəm, Ceyrançı ilacı nə var? Bu. İqtisadi rayon. Evet, şey Zaqatala, Balakən o Şəki, tərəflər. Zaqatala. Hı? Düzdür. Şəki, Bəli. Zaqatala iqtisadi rayonumuz. İqtisadi rayonları mütləq təkrarla imtahanda çünki düşür də iqtisadi rayonlarımız. Demək səhifə qoy Bəli. sənə deyim, baxarsan. Səhifə 8-də müraciətini yendirəm. Şəki, Zaqatala rayonu 378-dədir. Yaxşı. 378-i oxuyarsan. Bəli, tamam. Aha. Demək bizdən nə istəyir? Deyir ki, Şəki Zaqatala haqqında danışacağıq. Burada qeyd olunub ki, baramaçılıq Şəkidə. Düzdür də Aha, baramaçılıq var. Doğrudur, heç bir səhv yoxdur. Baramaçılıq, qərzəhli meyvəçilik və tütünçülük. Doğrudur. Deyəcəksən bəli. ki, m, bu Şəki Zaqatala ərazisində ipəkçilikdir, baramaçılıqdır, qərzəhli meyvəçilik üzrə. Gəzəkin meyvələr nə? Bu şey, qoz, fındıq, belə Aha. şeylər. Bəli. Hı. Qərzəhli meyvəçi desən inkişaf edib. Yəni yadında saxla ki, Şəki Zaqatala Respublika iqtisadi rayonu respublikamızın əhalisinin sayına görə 7-ci yerdədir. Sahəsinə görə isə 2-ci yerdədir. Əsasən bilirsən də Rusiya və Gürcüstanla sərhəddə yerləşir. Tərkibində olan inzibati rayonlarımız Şəki, məsəl üçün Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İqtisadi rayonlar, inzibati rayonlar adlarını çəkəcəyik. Düzdür? Bəli, bəli. Deməli, burada da qeyd edəcəyik ki, Şəki Zaqatalada ipəkçilik harda inkişaf etmişdi? Şəkidə. Bir də. Düzdürmü? Qərzəhli Bəli. meyvəçilik, tüntülük, dəmiyə və suvarma əkinçiliyi inkişaf etmişdi. Taxılçılıq inkişaf etmişdi. Çayçılıq, gülçülük, çəltikçilik sahəsi var idi. Bundan başqa biz baramaçılıqdır, maldarlıqdır, qoyunçuluqdur. Bunların da hamısından danışa bilərik. Deməli, qeyd edəcək ki, burada yazarsan ki, Hə. o yaz ki, Qəbələ, Oğuz, Şəki Rusiya ilə sərhəddə yerləşir. Qəbələ, Qəbələ, Oğuz, Şəki. Hara ilə sərhəddə yerləşir? Rusiya ilə O. sərhəddə. Sərhəd eləmişik. Bəli, Rusiyanın sərhəddədir. Ondan sonra qeyd edəcəksən ki, Balakən, Zaqatala, Qax Rusiya və Gürcüstan sərhəddə yerləşir. Balakən, Zaqatala, Qax. Hara Rusiya, məndə? Rusiya və Gürcüstanla. Hı hı. Balakən, Zaqatala, Qax. Həm Gürcüstan, həm də Rusiyanın sərhəddədir. Deməli, qeyd elədik ki, baramaçılıq, Şəkidə, qərzəhli meyvəçilik bunların hamısı Şəki Zaqatala iqtisadlarında var. İndi burada yazılan çərdəkli meyvəçilik Naxçıvan ərazisindədir deyə səhvdir. Daha sonra qeyd edəcək ki, pambıqçılıq, tərəvəz, bostan bunlar əsasən Aran zonasındadır. Tumlu meyvə Bəli, isə bəli. Quba Xaçmaz ərazisindədir. Yaxşı. Bəli. Kartof varsa bu balak şey tərəfdə Kartof bəli, Gədəbəy, bəli, Tovuz, Gədəbədi, sonra Cəlilabad ərazisində Şəmkirdə. var. Ha, orada da var. Yəni bu üzə bura Qusar ərazisində də var. Yəni bura ixtisaslaşmayıb da kartof üzrə. Ona görə götürməyəcəyik dördü. Bəli. E variantın. Cavabımız olacaq 4-də A variantı. Ha, bəli. Aydındır. Bəli. Gecə 5-ci sualımıza baxaq. Deyir ki, Bakı şəhərinə günəş şüanın düşmə bucağı 50 dərəcə olduğu müxtəlif vaxtlarda Roma şəhərində hansı fəslə müşahidə olunacaq? Deməli, Bakı şəhəri hansı belə deyim də, məsəl üçün, bunun üçün əvvəlcə biz nə etməliyik? Günəş şüasının düşmə bucağını tapanda 90-dan çıxırıq 50-ni. Eləyir neçə? 40. Düzdür? Mənim 90-dan niyə çıxdıq? Bax, məsəl üçün, Ə, bizim düsturumuz var. Düsturumuz necədir bizim? Yazacaqsan ki, Günəş şüasının düşmə bucağının düsturu necədir? 90 çıxılsın, mötərizə açırsan, enlik, üstə gəl və çıxaq, zenit bərabərdir Günəş şüasının düşmə bucağı.
Həm 90 dərəcə 90 çıxaq. dərəcə çıxılsın, mötərizə açırsan, Hı, enliyimiz, enlik. Məsələn, Bakı yerləşir neçə dərəcəli enlikdə? 40 40 dərəcə dərəcə şimal olacaq. enliyində. Hı Düzdür? -hı. Bəli. Üstə gəl, çıx, yəni plus minus z, alt üstə yazsan, plus minus z. Bəli, bəli. Z. Aha, Hı -hı. zenit vəziyyəti. Hı -hı. Üstə gəl, çıxas zenit vəziyyəti. Mötərizəni bağlayırıq, bərabər edirik günəş şüasının düşmə bucağına. Deməli, bizdə verilib 90 verilib. Bakının yerləşdiyi yerini də bilirik ki, 40 dərəcə şimal edir. Günəş şüasının düşmə bucağı da verir. Amma biz zenitimizi bilmirik. Düzdür? Hı -hı. Bəli. Zeniti tapmaq üçün nə etməliyik? 90-dan çıxacaq əvvəlcə 50-ni, eləcək 40 dərəcə. 40-dan da 40-ın çıxsa neçə qalır? 0 dərəcə. Deməli, hansı enlikdəymişsə 0 dərəcəlik zenitə düşür də, düzdür? Günəş şüası. Bəli. Hı 0 -hı. dərəcədə də bilirsən ki, günəş nə zaman 0 dərəcə enlikdə zenitdə olur, ekvatorda zenitdə olur. 21 mart tarixində, bir də 23 sentyabrda. Yəni Hı -hı. yaz və payızda günəş ekvatorda zenitdə olur, 0 dərəcəli enlikdə. Aydındır, yoxsa qaranlıq qaldı? Müəllim, 90-dan 50 çıxdı 40 qaldı. Bu 40-dan niyə 40-a çıxdıq Yox, onu başa 90-dan düşmədim. çıxdın 50-ni. Elədi 40. Aha. Bəli. Aha. Riyazi hesablama üsuluna elirsən də, yəni ki 90 Hı. çıxılsın 50 plus Aha. minus z, yəni zenit vəziyyəti mötərizəni bağlayırsan, bərabər etsən 50-yə. 90-dan əvvəlcə çıxıram 50-ni eləyir 40. 40-dan da 40-ın çıxanda eləyir 0. Demək sənin zenitin 0 imiş. Yəni 40-dan hansı 40-a çıxırıq onu başa düşmədim. Mən 50-dən 90-ın 50-sini çıxanda 40 qalmır. bəli, bəli. Aha, Bakının yerləşdiyi enlikdə 40 dərəcəli enlik deyil. Hə, onu de, hə, onu Aha, nəzərdə tutuldu. bəli, Tamam. onun 40-ını çıxıram. O da Hı eləyir hı. 0. Deməli 0 dərəcəli yenilik. Sən də bilməlisən ki, Günəş nə zaman 0 dərəcəli enlikdə zenitdə olur? Deyəcəksən ki, 1 21 martda, bir də 23 sentyabrda. Yəni yaz və Bəli. payız fəslində. Bəli. Qaranlıq qalan Aha, onda sual o var? müəllimə. Yox, yaz və payız götürəcək. Düzdür müəllimə? Aha, bəli. Deyəcəksən ki, yazda və payızda. Yaz, payız. Hı hı. Anladım. Bəs orada bu 41 dərəcə şimal enliyi falan onlar heç bir rol oynamır da, Yox, düzdür yox, orada. xeyr, onların heç biri rol oynamır. Hı, anladım. Hı. Cavabımız olacaq 5-də A bəndi. Sualın var? Hı. Yox. Aha. Gəldik 6-cı sualımıza. Deyir Qarabağ iqtisadi rayonu ilə İranın həmsərhəd olduğu inzibati rayon. Yadında saxla ki, Qarabağ iqtisadi rayonunun İranla həmsərhəd olduğu inzibati rayon yalnız Füzulidir. Füzuli rayonu deyəcəksən ki, Qarabağ iqtisadi rayonunda yeganə rayondur ki, İranla sərhəddə yerləşir. Aha. Qarabağı da bilirsən də hansı rayonlara aiddir? Bərdə, Tərtər, Ağcabədi. Müəllimə. Hı hı. Yazdırsan. Aha, yazım onları. Öyrənmək istəsə, bəli, Qarabağ iqtisadi rayonuna daxil olan inzibati rayonlar. Müəllimə, bir dəqiqə. Bu ümumi vermişdi Samur Dəvətçi, Qonaq kənd, Dağlıq Şirvan. Bu Böyük Qafqaza aid olandı. Kiçik Qafqazdadır da, düzdür olar. Hansı? Yoxsa yox, Hı. bizim Qarabağ saydıqlarımız. Aha, Qarabağ iqtisadi rayonu deyirsən ki, hansı fiziki coğrafi rayonlara düşür, yoxsa tektonik Aha. zonlar? Kiçik Qafqaz vilayətinə düşür də mənim onlar, hə? Kiçik Qafqaz, deyim də, bəli, vilayət olaraq düşür. Kürə də düşənlər var, Kiçik Qafqaza düşən var. Hı. Amma biz yazdığımız Qarabağ nə? Qarabağ Qarabağ iqtisadi rayonunun İranla həmsərhəd olan inzibati rayonu. İqtisadi rayonu. Qarabağ iqtisadi rayonu. rayonuna aiddir. Deməli, Bərdə. Hı -hı. Bərdə, Tərtər. Yəni deyəcəksən ki, Qarabağ Hı. iqtisadi rayonunun cənubda İran dövləti ilə sərhəddir. Araz çayı boyunca keçir. Tərkibinə Ağcabədi, Ağdam, Bərdə, Xocalı, Xocavənd,
Ağdərə, Füzuli, Şuşa, Tərtər, İnzibati rayonları, həmçinin Xankəndi şəhəri daxildir. Sahəsinə görə birincidir, əhalinin sayına görə isə dördüncü yerdədir. Hı. Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Ağdərə və Xankəndi şəhərləri daxildir tərkibinə. Hı hı. Qamız altda nə olacaq? B variantı. Bizim. Hı. Gəldik digər 7-ci sualımıza baxaq. Deyir, Qanıqayçı çökəkliyi Bazarcı zirvəsinin olduğu iqlim yamtıqlarını müəyyən edin. Qanıqayçı çökəkliyini tanıyırsan, düzdür? Bəli. Bax, buradır bizim Qanıqayçı çökəkliyimiz bura. De, bax bu hissə, gördün? Deməli, Baxın. buradan, hı? Hə, heç də baxırdım ona. Buradan Bazar düzünə kimi. Deməli, sən bilməlisən ki, Qanıqayçı çökəkliyində qışı quraq keçən mülayim isti iqlim var. Qışı quraq keçən mülayim isti iqlim hardadır? Qanıq Əriçay çökəkliyində. Aha. Daha sonra yağıntıları bərabər paylanan mülayim isti iqlim gələcək. Daha sonra da bütün fəsillərdə bol rütubətli soyuq iqlim, ən sonunda da dağ tundra iqlimi gələcək. Aha. Bir, hə. Deməli, Qış- hansılar oldu müəllim? Mən Bax, bana qış- xeyir etmədim. Bax, Qanıq Əriçaydan Bazar düzünün zirvəsinə qədər olan iqlim tipləri. Deyəcəksən ki, qışı quraq keçən mülayim isti iqlim, yağıntıları bərabər paylanan mülayim isti iqlim, bütün fəsillərdə bol, rütubətli olan soyuq iqlim. Ən sonunda dağ tundra iqlimi. Hı hı. 1, 3, Hı. 6. 1, 3, 6. Qışı quraq keçən mülayim istiqli. Yağıntıları bərabər. Hı -hı. Bərabər. Paylanan mülayim. Aha, bir də bütün fəsillərdə bol, rütubətli soyuq iqlim, bir də dağ Hı. tundra iqlimi. O. Hı. Aha. Hı. Tamam, qışı quraq Tamam, keçən bəli, yayın. tamamız oldu 7-də D variantı. Ən sonunda dağ tundra iqlimidir. Onu özünüz dediniz, hə? Aha, Yəni bəli. burada yoxdur. Hı -hı, yoxdur burada. Neçə oldu müəllimə? Hansı variant? D variantı 7-də. Ah, 8-ə baxaq. Azərbaycan ərazisində yerləşən palçıq vulkanlar. Bilirsən, Azərbaycan ərazisində palçıq vulkanları Abşeron Qobustanının cənub-şərqi Şirvan düzündə yerləşir. Düzdür? Əsasən bizim palçıq vulkanlarımız bu ərazidədir. Bəli, Deyəcək Abşeron ki, Qobustan. aha, cavabımız burada əslində A bəndidir. Axtarma Paşalı, Çeyrək, Torağay. Bunlar bizim nəyimizdir? Azərbaycan ərazisində yerləşən bizim palçıq vulkanlarımızdır. Düzdür? Bəli. Amma Çox burada geri. bəzilərimiz var, bəzi hissələr var ki, onlar nədir? Palçıq vulkanları deyil, sönmüş vulkanlardır. Məsələn, hansı? Qeyd edəcəksən ki, burada qeyd olunan, məsələn, 8-də qeyd edəcək ki, Pəriçinqıl nədir? Sönmüş Vulkanik yaradı vulkandır. olan, bəli, sönmüş vulkandır. Pəriçinqıl sönmüş vulkandır. Ay, Sambal da müəllimə deyəsən Ay, elədir də, sağ ol. düzdürmü? Torağay palçıq vulkanıdır. Qızılqaya qeyd edəcəksən ki, sönmüş vulkandır. Otman, Bozdağ deyəcəksən ki, Otman, Bozdağ nədir? Palçıq vulkandır. Sonra Ayçınqılı deyəcəksən ki, sönmüş vulkandır. Qalmaz deyəcəksən ki, nədir qalmaz? Açıqdır müəllimə. Aha, qalmazdı. Daha sonra deyəcəksən ki, o palçıq vulkandır. Ondan sonra gəldik. Gəlinqaya vulkandır. Sönmüş Hı, vulkan. Ondan bəli sonra müəllimə. Şıxzahirli. Şıxzahirli O, nədir bu? o yəqin palçıq vulkanıdır, çünki o sönmüş vulkanlar adını eşitməmişəm. Amma böyük işıqlıdır sən Bəli, məncə Böyük Işıqlıda vulkandır. o sönmüş. Sonra Qızılboğaz vulkandır. Hı Aydındır. hı. Bəli müəllimə. Hı -hı. Cavabımız demək bizim nə olacaq 8-də? A A bəndə. variantı. Doğrudur. Keçək yeni digər sualımıza baxaq 9-a. Çayın mənbəyi. Çayın mənbəyi nədir? Onun başladığı yer. Başlanğıc yeri. Hı Bəli. hı. Çayın Mən mənbəyində temperatur -3 dərəcə, mənsəbi isə töküldüyü yerdir. Yəni 21 dərəcə. Biz bilməliyik ki, çayın mənbə ilə mənsəb arasındakı fərqi çayın düşməsidir.
Çayın düşməsini tapmaq üçün 21-dən çıxmalısan -3-ü. Neçə eləyəcək? 24. Evet. Bəli, çıxarxlar toplanmaya çevrilir də. Hı hı. 24. Deməli 24 dərəcədir. Sən bunu metrə necə çevirə bilərsən? Metrə çevirmək üçün bizim coğrafiyada bir dənə qayda var ki, 1000 metr hündürlüyə doğru qalxdıqca temperatur 6 dərəcə aşağı düşür. Hı Bu hı. qaydanı mütləq yadında saxla. Çox istifadə olunur. 1000 metr hündürlüyə doğru qalxdıqca temperatur 6 dərəcə aşağı düşür. Deməli, 1000 metrə 6 dərəcədirsə, x metrə isə 24 dərəcədir. 24-ü 1000-ə vuracağıq, böləcəyik 6-ya. Neçə eləyəcək? 4000 metr. Düzdür? Deməli, mini vurduq, yoxsa böldük? Ha, Yadına yenə qalmadı. deyirəm. 1000 metrə 6 dərəcədir. Düzdür? Bəli. 1000 metrə 6 Böldüm. dərəcədirsə, bu konkret olaraq bir qaydadır ki, 1000 metrə 6 dərəcə olur temperatur. X Aha. metrə də 24 dərəcə. Dərəcənin altına, metri də metrin altına. Sən metri bilmirsən hələ ki. 1000 metrə 6 dərəcədirsə, x metrə 24 dərəcə. Hı Tənasib yoluna tapırsan, çarpaz vurursan, 24-ü vurursan 1000-ə, bölürsən 6-ya. Bildin? hı. Bəli. Aha, deməli 4000 metr eləyir. 4000 metri də millimetrə çevirəndə nə edəcəksən? Bir dənə sıfır siləcəksən. Bir dənə sıfır. Aha, böldük. A isə o da deyəcək 400 millimetr civə sütunu. Cavabımız 9-da olacaq. C variantı. Aydındır. Bəli. Gəldik 10-cu sualımıza baxaq. Nə deyir sənə? Deyir ki, burada yerləşən səndən adaları soruşur. Sumatra adası harda yerləşirdi? Deyir buradaydı da Sumatra. Sumatra. Hara düşür? Avrasiya materikinə düşür. Düzdür? Aha. Birə Avrasiya. gedəcək, bəli, birə gedəcək A. Mən göstərə bilərik. Necə? Kursor həmin yerə Hə, Sumatra adasının sularını deyir qoya buradır. bilərik. Bax, bura. Sumatrası bu hissədir. Ha, elə oradır. Hə, tamam. Görün burada aydın xəritə varsa onu göstər. Avrasiya cənubudur da mənim. Sumatra adası deyəcəksən ki, Avrasiya materikində Asiyanın bəli, cənub hissəsində yerləşən böyük sondalarına düşən adadır. Bax, görsənmi? Göstərin. Bax, tam aydın. Hı. Sumatra adası Avrasiya materikinə aiddir. Daha sonra gəlir bizdə Falkland adası. Falkland adası necə eşitmisənmi Falkland adasını? Aha, adləşmişəm mən. Hı -hı. Qeyd edəcəksən ki, Falkland adası hara düşür? Falkland. Aha. Falk. Üçüncüyə Cənubi Amerikadadır. Hı hı. Falkland. Cənubi Amerikada. Hı -hı. Falkland adası deyəcəksən ki, Cənubi Amerikada Yerləşir. yerləşir. Afərin. Bax bu adadır da. Bax görsən burada balaca bir ada var. Gördün? Bəli. Aha. Hə. Cənubi Amerikadadır. Daha sonra Madagaskar adasını tanıyırsan. Burada Afrikadadır. Bu. Düzdür. Harda mənim Afrikanın Deyə burada hansı göstər. hissəsi? Hə. Öyle. Hı -hı. Aydındır. Bahama. Baham adaları hardadır Şimdi mənim? gəlirik Baffini deyim, sonra Bahama keçəcəm. Baffini Hı hı. gördün mü burada? Bəli, Bafini gördüm. Hı -hı. Bafindəki tam olarak orası Avropa, Şimali şey, Amerika'dadır. Şimali Baffin Amerika. adası bəli, Şimali Amerika'dadır. Yazdın. Evet, Hı. Bahman adası isə deyəcəksən ki, hardadır? O da Bahamada. necə? Afrikada da mənim Baham adaları. Yox, Şimali Amerika'dadır. Mənim Afrikada. Dur. Hansı hissədədir? Baham adaları. Deyə bu hissədədir Baham adası. Zondların Hmm. olduğu yerdə. Ne mənim? Zond nədir? West Zambiyada. adalarının olduğu yerdədir. West. Hı. Hmm. Baham adası. Baham adası. Hı -hı. Madagaskar mənim o şeydəydi, aşağıdaydı. Hı -hı. Hı? Cənubi Amerikada.
Madagaskar Afrikada. Afrikada ya. Hı. Aydındır. Hı hı. Cevabımız onda nə olacaq? A bəndi. Sualın var burada. Yapmayın. 11-ci sual çox rahat sualdır. Miqyas məsələsidir. Bilirsən ki, miqyasda 5 dənə sıfır silinir. Düzdür? Aha. Demək 5 dənə sıfırı sildik. Neçə sıfır, neçə qaldı? 300 qaldı. Miqyas bərabərdir 300 kilometr. Xəttəki məsafə isə 21,5 santimetrdir. Həqiqi məsafəni tapana nə edirdik? Miqyası vururduq xəttəki məsafəyə. Düzdür? Miqyasımız 300 kilometr.